Hansı mülahizə doğru deyil? Lizosom Holgi kompleksində formalaşır. Bu düzgün cavabdır. Lizosom Holgi kompleksində formalaşırdı. Düzdür. Viruslar zülal sintez edir. Viruslar həyatın hüceyrəsi formalardır və bunlar zülal sintez edə bilməz. Hüceyrə xüsusiyyəti göstərə bilmir. Yalnız hüceyriyə, canlı hüceyrə daxilinə düşdükdən sonra canlılıq xassəsi göstərə bilirdilər. Hüceyrədə ribosomun fəallığının artması amin turşuların miqdarının azalmasına səbəb olar. Bəli, bu düzgün cavabdır. Hüceyrədə ribosomların fəallığı artarsa, amin turşular azalır və zülal sintezi getdiyi üçün bunların azalması müşahidə edirik. Göy yaşlı yosunlar ən qədim xlorofilli orqanizmlərdir. Bəli, bu da düzdür. Birinci dəfə oksigen ayıran, mühitə oksigen ayıran göy yaşlı yosunlarımız ən qədim orqanizmlərdir. Bakteriyalar nüvə pərdəsi olsaydı, transkripsiya prosesi sitoplazmada getməzdi. Bəli, onlarda nüvə yoxdur. Ona görə də sitoplazmada baş verir həmin transkripsiya prosesi və nüvə pərdəsi olsa, nüvənin içərisində gedərdi. Ona görə bizdən doğru olmayan mülahizəni soruşur. Viruslar sintez edir. Bu səhv fikir olacaqdır.